Şəhərin tam mərkəzində 28 may metrosu ilə üzbəüz, yəni blokdan çıxdınız 2 dəqiqə 28 may metrosundasınız. Yəni buranın işıqını yandıraq. 16 mərtəbə binadır, kompleks şəklində 3 blokdan ibarətdir. Dəniz panoramalı, gözəl bir tam əşyalı, texnikalı mənzilimiz, 3 otaqlı mənzilimiz satışa çıxdı. 16 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Yerdən 6-7 mərtəbə hündürlüyündədir. Altında böyük hündür obyektlər var. Və bu mənzilimiz satışa çıxıb, qaçırmayın. Xos səsi, gəlin sizə proyekti izah edeyim. Sonra təmirdən və əşyalardan sizə danışacağım. Hamısını evimizi gəzəcəyik, hamısını sizə bir-bir göstərəcəm. Giriş qapısı evin dizaynına uyğun, üzlənib, bağlı, keyfiyyətli, hündür giriş qapısı qoyulub. Deməli, burada yerləşir qardırov, bir yataq otağı, mətbəximiz, qonaq otağı, ümumi sanitar qovşağı, çamaşırxana, əsas yataq otağı və daxilində onun da hamam otağı var. Xol hissəsi, lazer kəsim qranitlər, pollar isti poldur. Neoklasik stildə təmir olunmuş mənzilimiz çox gözəl bəzədilib və bir gündə belə olsun, təmirdən və əşya yerləşməsindən sonra yaşayış olmayıb. Gözəl yumşaq dəstlərimiz qoyulub belə bir xol hissəsində, gözəl tablolarımız, saat, gözəl buralar, divarlar, mərmər effektli. Venesiya boyasından istifadə olunub, qalan yerlər hamısı püskürtmə, emulsiyalar, məxmər boyalar. Deməli, mənzildə abo işləməsi yoxdur. Patolog işləmələrimiz də var. Gizli işıq, spot, lüstr tamaslı vəziyyətdə pollar, yenə də qeyd edirəm, lazer kəsim qranitlər, əla teksturada və harda mənzildə qranit görürsünüzsə, hamısı isti döşəmədir. Gəlin elə, göstərdiyim kimi mənzilimizi belə gəzəyin. Bu bir əlavə yataq otağıdır. Uşaq yataq otağını da çevirə bilərik bunu istədiyiniz kimi. Yəni bu hal-hazırda taxt qoyulub burada. İstəsəz bunu dəyişib ikili kravatla yerləşdirə bilərik aldığınız zaman. Pollar deməli bambuk parketdir, hazır laklı, keyfiyyətli bambuk parketdən istifadə olunub. Patolog işləmələrimiz gizli işıq, spot, lüstr tamaslı vəziyyətdə. Deməli, qardırov mebeli, make-up buradadır, LG markalı televizor, bütün otaqlarda AUX kondisionerlərimiz var, isti sistemi kombidir, binada da qaz verilib. Vitraj pəncərədir qarşısı, deməli, mənzilimiz də tam yel çəkəndir. Deməli, bu yataq otağı, mətbəximiz, qonaq otağı baxır cənub tərəfə, gördünüz yəni, yataq otağı baxır metroya, şimal tərəfə. Tam yel çəkən mənzildir, orta 4-cü mərtəbə, yerdən də hardasa 6-7 mərtəbə hündürlüyündədir. Gəlin davam eləyək, gəzək mənzilimizi. Mətbəximiz. Xol hissəsindəki lazer kəsim qranitlər burada da davam eləyir. Pollar isti pol. 4 nəfərlik masa, artırıb 6 nəfərlik də eləyə bilərsiniz. Daraq işləmələr, qara güzgülər, gözəl buralarımız, arasında qara kantlar, patolog işləmələrimiz də var. Spot, gizli işıq, lüstr tamaslı vəziyyətdə mətbəx mebelimiz tam quraşdırılıb, bütün texniki avadanlığı ilə. Üstü tökmə mərmər, sinəli mərmər, burada ikili moykamız, LG markalı televizorumuz, Bosch markalı qabuyan, qaz peçi, aspirator, Bosch markalı sobalar və Toshiba markalı 4 qapılı soyucudan istifadə olunub. AUX kondisionerimiz öz yerində, burada da gözəl rəflər qoyulub. Bunu aksesuarlarla istəsəz bəzəyə bilərsiniz. Gəlin qonaq otağına. Daxil olduq qonaq otağına. Pollar hazır laklı bambuk parket. Otaqlar bambuk parketdir. Deməli, mətbəx, xol hissəsi, sanitar qovşaqları, qranit isti döşəmədir. Burada radiatorlarımız qoyulub pəncərənin altındadır. Və burada patolog işləmələrimiz. Lüstr, spot, gizli işıq, yumşaq dəstlər hamısı yerləşdirilib, böyük ölçülü, LG markalı televizor qoyulub, arxası mərmər effektli, Venesiya boyası qıraqları, daraq işləmələr, gözəl spotlardan istifadə olunub burada. Və bu tərəfdə göstərək, 6 nəfərlik masamız, AUX kondisioner öz yerində, gözəl buralardan istifadə olunub. Arxa tərəfdə mərmər effektli, Venesiya boyası, yanı daraq işləmələr və güzgü işləmələr daha da mənzili geniş göstərir. Gəlin davam eləyək.
Ümumi sanitar qovşağı çox geniş, yəni bu xol hissəsində olandır, biri də əsas yataq otağındadır. Moydadır, işıqlı güzgü, lüstrlar, patlok işləmələrimizdə spotlardan istifadə olunub, geniş duş kabin, duş aksesuarları, su şılkası, deməli, divarçı, unitazdan istifadə olunub və belə. Burada qranit isti döşəmədir və çamaşırxana. LG markalı paltaryoyan qoyulub, şkaflarda tam hazırdır. Qaldı əsas yataq otağı. Yumşaq dəstlər, hamısı yerləşdirilib, böyük qardırob mebelinə istifadə olunub, üzbəüz twistent yığılıb, LG markalı yenə də burada televizor qoyulub, pollar hazır, laklı, bambuk parket, patlok işləmələrimiz, spot, gizli işıq, lüstr taması vəziyyətdə. Akus kondisioner öz yerində, make-upımız da burada yerləşir. Bu otağın sanitar qovşağını da göstərək. Divarçı unitaz, duş kabin, moydadır, havalandırma sistemi, su şılkası, hamısı düzgün dizayna uyğun yerləşdirilir. Və 28 may metrosunda çıxışında yerləşən bu mənzilin start olaraq qiyməti 535 min manatdır. Real alıcılar əlbəttə ki, indirim var. 16 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. 132 kvadrat ölçüdədir və 132 kvadrat mənzilin içindədir. Kupça aldığınız zaman bina hələ ki müqavilədir. Tam hazır yeraltı parkingi, həyəti uşaqlar üçün əyləncəli yerləri, atraksiyonları həyətdə mövcuddur. Buradan 28 mola 5 dəqiqəlik piyada məsafədə Azadlıq prospekti bir tərəfi Miralı Qaşqay və 28 may metrosunun ikinci çıxışı üzbəüz, birinci çıxışına 5 dəqiqəlik piyada məsafədir. Buradan Miralı Qaşqaydan düşdünüz, 5 dəqiqə oraya çatırsınız. 535 min manat start qiymət. Pulunuzun bir hissəsi, az bir hissəsini kreditdə də salmaq olur. Yəni mənzil kreditdədir, pulunuz bir hissəsi, az bir hissəsi çatmasa kreditdə sala bilirik. Növbəti çəkilişlərdə görüşərik, sağ olun.